Elem testindən bağlayıcı bölməsindən 47-ci sualın izahı. Cədvəldəki uyğunsuzluğu tapın. Fərqləndirilən hissə birlikdə bağlayıcıdır. Noyabrın 5-də Bakı və Sumqayıt şəhəri, eləcə də Abşeron rayonu pensiyaların ödənişi həyata keçiriləcək. Eləcə də bir yerdə bağlayıcıdır. Fərqləndirilən hissə birlikdə bağlayıcıdır. Bu doğrudur. İştirak bağlayıcıdır. Eləcə də deməli bu doğru fikirdir. Nə ürəyinə qulaq asa bilirdi, nə də ki ağlına, nə də ki bu da inkarlıq bağlayıcıdır. Bu da doğrudur. Deyil, tərkibin fərqləndirilən hissə birlikdə bağlayıcıdır. Bağlayıcı doğrudur. Sonra fərqləndirilən hissədəki sözlərdən biri bağlayıcıdır. Həm şəhərə gedəcəkdir, həm də ki bacarıqlı olduğu üçün pul qazana bilərdi. Bu hər biri bağlayıcıdır burada. Deyir ki, biri bağlayıcıdır ancaq. Yox, yanlış fikirdir. Biri bağlayıcı, hər biri bağlayıcıdır. Əyninə bir neçə köynək geymişdi. O səbəbdən ki, xəstələnmişdi. Bir neçə köynək geymişdi. O səbəbdən ki, xəstələnmişdi. Burada da hər biri bağlayıcıdır. Amma bizə deyir ki, sözlərdən biri ancaq bağlayıcı olsun. Bu da yanlış fikirdir. Bizdən uyğunsuzluğu istədiyi üçün, yuxarıda bizdən uyğunsuzluq istəyirdi. Dəqiqləşdirək görə uyğunluq istəyirsə, hə, uyğunsuzluq istəyirdi. Ona görə cavabımız 3, 4. D variantı.